Herkese yeni videodan salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Uşaqları məktəbə aparıb gətirmişəm və məktəbin arxasında Araz var, Büyük Araz market. Dedim bir buraya da gəlin baxın, burada nələr var, nələr yox. Burada arada belə yaxşı şeylər də olur. Endirimdə olan, hansı evdə lazım olan şeylərdən deyirəm sizə. Dedim baxım, çoxdan da gəlməmişdim və qəşəng belə bir səslə gedirəm evə. Arazdan nələr aldım sizə göstərəcəm. Bu arahizləri, harişkaları bunlar indirimdəydi. Bunları aldım. Arada istəyirəm çay, kofe ilə içməyə və belə konfetlərdən biraz aldım. Çox almadım. Mayonez aldım. Mayonez də indirimdəydi. 3 manat neçə isə qəpik. Göyərti, salfetka, həmişəki kimi yumurta və qənd aldığın şeylər bunlardı. 20-30 qəpik məndən pul çıxdı. Və belə indi gəldim evə, biraz oturdum və zavtrak hazırladım. İndi çörəkdə qızarsın və gətiririk. Biz şeyə baxırıq, burada kənd həyatına baxırıq. Çox xoşlayıram ona baxıb zavtrak eləməyə. Burada uca mən qabları yuyuram, hansı ki zavtrakdan çıxdı. Yumurtaları da dedim yuyum. Bunlar da sınır, bilmirəm niyə. Bu ağ yumurtaları heç sevməmişdim. Amma arada alıram, vypichka üçün alıram. Amma bilirəm ki, bunlar çox belə sınırlar. Bir də mən onları hazırlayanda nədənsə mənə onlardan iyi gəlir, belə çiğ iyi kimi bir şey gəlir. İndi dedim bunları da yuyum, yerbəyer edeyim. Çoxdan da yumurtaları yumayıb koyurdum холодильника. Amma dedim bu səfər yox da bu səfər yuyum. Biraz belə çox ləkələr var idi üstündə. Və başlayaq yemək hazırlamağa, günorta yemək. Sonra da yenə də uşaqların dalınca gedirəm, gəlirəm, gün də belə bitir. Tez-tez nə elədimsə eləyirəm, qalan işlər həmişə qalır. Bu videoda bir də sizinlə bir şey danışmaq istəyirdim. Çox fikirləşirdim. Əvvəl istədim onu qoyum, bura yapışdırım şəkil kimi, belə izah eləyim. Amma dedim yox da qalsın. Dedim belə insanlarla mənim nə işim olar, dedim. Bir insan əgər özünü sevmirsə, bir qadın olaraq özünə hörmət eləmirsə, mutlaq bir şəkildə başqasına da nəsə deyər. Əsas odur ki, bir qadın özünü sevməlidir və özünə qiymət verməlidir ki, başqasına da belə bir şey yazmasın. Nə demək istəyirəm? Bir gün deyəndə bu axırıncı videomun altına bir qadın bir mesaj yazdı. Mən heç onu oxumaqda, heç sizə deməkdə, dilə gətirməkdə utanıram desəm, bilmirəm. Belə şeylər nətər yazmaq olar. Bu hamısı baxan bir yerdir. Bu hamısını o kommentariyə görə birinci sildim, sonra dedim, niyə belə elədim, gərək onu göstərərdim. Belə bir səviyyəsiz qadınlar da var dünyada. Əgər ki, dediyim kimi bir qadın özünə hörmət eləmirsə, o uşaq qadın deyil də, o heç kimə hörmət eləməyəcək, nə öz anama, nə bacıma, nə heç kimə. Gərək qadın birinci özünə hörmət eləməlidir ki, başqaları da hörmət eləsin və ona da hörmət eləsinlər. Başlayıram günorta yemək hazırlamağa. Uşaqlar məndən mercüsub istədilər. Burada su qoyuram. Dedim suyu da qoyun və başlayım nə lazımdırsa yuyum, təmizləyim. Burada məndə nə var? Balqarski biberlər var, rəngli. Onlar zaten xalodilnikdə var idi. Dedim hələ onları da qatım. Bir soğan, 2 kartoşka, 1 pomidor. Bugün pomidorla eləyərəm, çünki tomat yoxdur evdə. Almağı da unuttum. Ona görə də dedim pomidor əlavə eləyərəm və biberlər 3 rəng. Burada yeşil, qırmızı, sarı, bir də kök.
və 2 kartoşka da dediyim kimi 2 kartoşka. Bunları qəşəng yuyub, təmizləyib başlayaram uşaq hazırlamağa. Mən bu videoları çəkəndə birinci gündən dedim ki, məndə kanal var idi. Orada 2000-dən çox podpisçik də var idi. Hər şey var idi. Videolar da var idi. Hansı ki biz hara getdik, hardan gəldik, hər şey var idi. Dedim ki, bu hobbidir. Mən xoşlayıram. Mən həm baxıram, həm özüm də boş vaxt deyəndə onsuz da bu işləri görürəm evdə və bunları çəkib qoyuram. Bilmirəm belə şeylər nətər yazmaq olar, belə xoşum gəlmir, baxmayın. Sizə heç kim sizdən xahiş eləmir, sizdə burada yalvarmır. Mən belə çirkin şeylər göstərmirəm, hansı ki siz gedirsiniz onlara. Bu aiddir o qadına ki, hansı ki bunu yazdı. Çirkin şeylərə gedirsən, layıqları qoyursan, kommentarı yazırsan. Deməli sən də beləsən ki, sən normal şey bilmirsən ki, bu normaldır da, burada heç pis bir şey yoxdur. Ən yaxşısı hələ belə vloqları çox olsun ki, uşaqlar da belə şeylər görsün. Biz böyüyəndə bizim analar, atalar neyniyirdi? İş görürdü, işləyirdi, gəlirdi. İndiki analar, atalar neyniyir? Telefona baxır, uşaqlar da hələ onlardan hələ onu alırlar da. Sonra deyirlər, indiki uşaqlar pis böyürlər, indiki uşaqlar belədir, elədir. Niyə elədir, belədir? Çünki onlar da evdə bunu görürlər. Mən məsələn məktəbdə oxuyanda, balaca olanda deyim sizə, uşaq olanda nə görürdüm? Anam işləyirdi, atam işləyirdi. Gəlirdilər evə, günortadan sonra gəlirdi, axşam gəlirdi, evə gəlirdi. Anam günortaya da gəlirdi, bizə yemək verirdi, bizə baxırdı, gedirdi. Biz nə edirik evdə? Biz evdə 3 uşaq olmuşuq, 2 bacı, 1 qardaş və biz tək qalmışıq evdə. Amma mən indi öz uşaqları evdə tək qoya bilmərəm. Çünki qorxuram. Demirəm mənim uşaqlar belə pis şeydir. Mənim uşaqlarda heç telefonları da yoxdur, almıram. Mən də telefonsuz büyümüşəm. Amma yenə də uşaqdılar da. İndiki uşaqlar uşaqdır. Amma anam baxırdı, bizə baxırdı, gedirdi, gəlirdi evə, tez yemək bişirirdi, təmizləyirdi. Görürdüm ki, o ev təmizləyir, təmizlik işlərlə çox məşğul olur belə. İndi isə burada başlayıram. Soğanı belə kəsirəm, balaca kubikləri qoyuram, yağ qoymuşam, kərə yağla eləyirəm həmişə. Mən podsolnечное masla ilə supları, belə şeyləri eləyə bilmirəm, sadəcə kərə yağla. Kökü törkədən keçirdirəm, yenə də atıram, gözləmirəm ki, soğan orada bişsin, nəsə olsun, yox. Bir qatıram, duz, istiot da əlavə eləyirəm, həmişə srazu bunu eləyirəm, duz, istiot, sarı kök srazu əlavə eləyirəm ki, qalmasın sonraya və qəşəng olur, belə zajarka, qəşəng zajarka olur. Və bunları da kəsib yeni srazu atacağım ora, tuşiç olsun, belə tuşonlu zajarka olsun. Bunlar da balqarski biberləri də dediyim kimi evdə var idi, dedim bunları da qatım, baxım nətər bir sup olacaq. Türklər kimi hər şey qatıram. Onlar конечно böyük qoyurlar. Amma məndə biraz balaca olacaq, çünki yeni də blenderdan eləyərəm. Amma nə qədər eləyə bilsəm, çəkə bilsəm, çəkərəm, qalar. Mən pomidor çox xoşlayıram. Mənim qızım da pomidor çox xoşlayır. O da çox sevir pomidoru. İnanırsınız, qışda da çox almıram, bilirəm da heç nədir. Pomidor deyil, heç nədir. Amma yenə də elə olur ki, o deyir neçə 5 almışam, 5 almışam, 3 almışam, pomidor alarsan. Deyirəm, alaram, niyə də almıram. Şükür Allaha alaram. Belə bir zajarka deyəndə bu tuşonlu zajarka oldu. Və bunları da hamısını atdım. Kartoşka, mercimek də yuyub atdım. İndi bunlar qaynasın. Biraz qaynayandan sonra yenə də ora suyu əlavə edirəm. Blenderdan keçirdərəm və sup olar. Mən uşağın dalınca gəlmişəm. Oğluşumun dalınca gəlmişəm. Gidirik evə. Bugün məndən istədi ki, mən top gətirim. O da oynasın uşaqlarla. Dedim, yaxşı, gətirərəm.
Gətirdim topu oynadı. Bu pişiyə çox belə dedim ki, sənə baxıl olmuşam. Niyə? Çünki qəşəng yatır. Mən də uzanardım biraz, amma vaxtım yoxdur. İndi qapıdan oğlumu verirəm evə, oradan da qızımı alıb yenə gəlirəm məktəbə. Qızışımı da aldım, gedirik məktəbə. Yenə gedirik məktəbə, məktəb yollarım məni öldürəcək bir gün. Çünki istidə heç evdən çıxmaq xoşlamıram. Mənə desələr ki, bir həftə evdən çıxma, mən çıxmazdım. Evdə çox iş tapardım, amma çölə heç çıxmaq istəməzdim. Niyə? Çünki xoşlamıram çox çölə çıxmağa. Və gəldim evə, istirahət elədim, çay içdim. Çünki günəşdən sonra mən heç nə eləyə bilmədim. Oğluşumu indi götürürəm idmana. Bizdə tekvandodur. Çoxdan uşa gedir, 3 ildən çoxdur uşa gedir idmana. Və mən də gəlib evdə təmizlik eləyərəm. Həmişəki kimi təmizlik qalır axşama. Və bilirəm, axşam eləyəndə ora səhər onsuz da ev təmiz olur. Burada mən qoydum məndən uşaqlar şuba salat istəyiblər. Bilmirəm, sizin uşaqlar sevir ya yox. Bizim uşaqlar salat çox sevirlər. Bugün məndən şuba istəyiblər. Burada da nəsə ləkə var, bilmirəm bunlar. Uşaqlar arada belə kleylə oynayırlar. Oynayırlar deyəndə nəsə eləyirlər da evdə. Onlara belə şeylər eləyəndə eləmə demirəm. Hansı ki, kağızla oynayanda, kleylə nəsə yapışdıranda, nəsə eləyəndə. Çünki eləsinlər. Hansı ki, o televizordan pis şeylərə baxarlar, vloqlar olur, detski onlar da o qədər də yaxşı şeylər deyil. Orada da heç nə yaxşı göstərmirlər. Onsuz da deyirəm, tvorчество ilə oynayın. Kəsin, yapışdırın, nə ürəyimdə varsa onu eləyin. Amma indi baxıram da nə edirlər. O qədər də yox yəni. Burada уже kartof pişib, sveji kartoşkadır və köklər də biraz pişiblər, amma yenə də qoydum ki, pişsin, belə məhkə olsun. Sonra уже hazırlayaram. Yumurta ilə döş ətini уже qaynamışam. Onlar уже qaynayıblar, yumurta həm də təmizləmişəm. Bu da mənim supu idi, sizə göstərməyi unutmuşam deyəndə heç imkan da olmadı. Uşaqları götür eləyirəm, o vaxtı heç vaxtım da olmur. Belə sup alınmışdı, mən də gəldim uşaqların otağına, indi buranı səliqəyə salaram. Dediyim kimi tvorчествоdur uşaqların, olsun heç nə olmaz, mən təmizləyərəm, onlar oynasınlar. Sadəcə deyirəm, pis şeylərə baxmaqdansa hələ belə şeylər eləmək daha yaxşıdır. Bilmirəm sizin fikirlərim nətərdir, amma məndə belədir həmişə. İndi başlayıram təmizlik eləməyə və yenə də deyirəm, mən heç kimə zorla burada saxlamıram, demirəm, yalvarmıram, baxsın, şükür Allaha. İstəyib baxan baxar, like qoymaq istəyən qoyar, kommentariy yazmaq istəyən yazar. Bu sadəcə mənim hobimdir. Mən belə şeylərdən xoşlayıram. Hansı ki, kimsə vlog çəkir, hardasa nəsə təmizləyir. Evə baxıram, mebellərə baxıram. Nətər belə bu qızların şkafları da qoymuşam, özləri təmizləsin. Çünki arada tələsəndə nəsə bir kitab alanda belə bardaq eləyirlər. Qoymuşam ki, özləri təmizləsin oranı. Buranı mən təmizləmişəm. Bu oğluşumundur. Tvorчество ilə kitablarıdır. Mən təmizləyirəm. Dediyim kimi çox sağ olun. Like da qoyanlar var, kommentariyada yazan var. Belə pis şeylər yazanda elə pis olur ki, hələ ki bir qadının tərəfindən belə pis sözlər gələndə fikirləşirsən ki, mən burada nə göstərirəm? Mən heç nə göstərirəm. Evi göstərirəm, təmizliyi göstərirəm. Hazırladığım o yeməkləri göstərirəm. Yəni, dediyim kimi, əgər bir insan özünü sevmirsə, bir qadın özünə hörmət eləmirsə, o heç vaxt nə öz anama, nə öz bacıma, nə də başqa bir qadına hörmətlə yanaşmaz. Sadəcə kinlə, nifrətlə yanaşar, çünki özünü də sevmir.
Bəli xanımlar, qızlar, inşallah dediyim kimi yenə də deyirəm, bu videonu bəyənərsiniz, yazarsınız, öz fikirlərini də yazarsınız, baxarsınız da, indi hamının öz fikri var, mənim də fikrim budur. Belə bilmirəm indi, daha nə deyim bilmirəm. Belə şeylər vəbşə xoşlamıram. Mən də məsələn baxıram, hansı ki görürəm ki bir qadına orada şey var idi, shorts gəlmişdi, bir kəmərli günəşli indi. Mən vəbşə muzika ilə aram o qədər də yoxdur. Xoşlamıram, vəbşə heç qulaq da asmıram muzikalara çox. Amma orada girirlər, deyirlər ki, bəs bu qızıl, qırqızıl belə eləyirsən, belə qazanırsan. Kimə nə var ki, nə tar qazanır? Heç kimdən dilənmir. Özü qazanır, özün üçün geyinir, taxır. Onun haqqıdır. Belə şeylər niyə yazırlar? Mən vəbşə başa düşmürəm. Baxırsan, girirsən, baxırsan, bax. Amma niyə belə pis şeylər yazırsan? Xoşlanmırsan, baxma, keç. Niyə belə pis şey yazıb keçməlisən ki? Mən məsələn xoşlamadığım şeyi vəbşə baxmıram. Nə bilim, hər insanın öz fikri var. Mənim də fikrim budur. Və təmizlik eləyib istirahət eləyərəm, balkona çıxmışam, hava birdən-birə sərin olur, qəşəng hava var və bir şey istəyirəm, tez buranı təmizləyim və bir stakan qəşəng qaynar çay içim. Belə qəşəngdir ki, hava səhərdən çox isti idi, amma günortadan sonra belə çox sərin, küləkli hava olub. İnşallah yaxşı olar, daha yağış yağmaz. İstəyirəm təmizlik eləyim, evdə pəncərələri təmizləyim. Çox işim var. Günəşə bu şeyi çıxardım, pastelləri, matrasları, işlərim çoxdur. İnşallah eləyə bilərəm. Çıxdım balkona, istəyirəm buranı da təmizləyim. Buranı təmizləyib deyəndə süpürüb, silib, polu silib, o birisi otaqların polları da silərəm burada, çünki güllər var və biraz külək olanda toz çox burada yığılır.
Çox hər yeri təmizləyib, silib qurtarmışam. Gedirəm balkona biraz istirahət eləməyə. Orada zibildə uşağımı idmandan alanda hələ zibil də ataram. İstəyirəm bu balkonda çay içim, təmiz balkonda. Bunlar da qaynayıblar. Salat üçün qaynayan şeyləri köklə çuğundur. Dedim bir çay içim, salat da yığaram. Oşa salat sizə çəkməyəcəm. Niyə? Çünki bilirsiniz də şuba salatına tad yığılır. Onu da təmizləyib bunları hamısını dörqədən keçirdirib yığaram. Və salam, bugünkü salat da hazır olar. Uşaqlara söz vermişdim ki, salat eləyərəm. Onu da inşallah eləyərəm. Bu da salatdır, hazırdır. Uşaqlar da yemək yeyirlər. Burada bizdə kükü var, sup, qalan sup, mercimek supu uşaqlar çox sevirlər. Və belə bir axşam yeməyi də oldu bizdə. Sağ olun, salamat qalın. İnşallah yenə də dediyim kimi bəyənərsiniz. Xoşum gəlmirsə baxmayın. Mən heç kimdən xahiş eləmirəm. Sadəcə özüm üçün burada çəkib qoyuram. Gedirəm istirahət eləməyə. Sağ olun, salamat qalın. Thank you.